Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı qələbədən sonra türk dövlətləri arasında birliyə yönələn addımlar daha da sürətləndi. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli deyib. Həbibbəyli Azərbaycan və Türkiyənin həmişə bir-birinə dəstək göstərdiyini bildirib. Onun sözlərinə görə Amiyanın yubileyi indiyənədək cəmi 3 dəfə qeyd olunub. Biz 4-cü dəfə bu il Akademiyanın yubileyini keçiririk. Bu dəfə 80 illiyimiz qeyd olunur. İki ölkənin həmrəyliyi zəfərlərimizdə böyük rol oynayıb. Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı qələbədən sonra türk dövlətləri arasında birliyə yönələn addımlar daha sürətlə atılmağa başlanıldı. Türkiyoloji Qurultayın 2026-cı ildə Azərbaycanda keçirilməsi ölkəmizin türk dünyasının birləşməsinə töhfədir. Azərbaycan qısa müddətdə dünya liderlərinin yüksək qiymətləndirdiyi bir ölkəyə çevrildi. Bu deməkdir ki, Azərbaycan prezidenti də dünyanın nüfuzlu liderlərindən biridir. Bir millət, iki dövlət şüarımız artıq bir millət 6-7 dövlətə çevrilir.